Salam, elektronik dissosiasiya aid hesablamalar bölməsində testlərin izahının davamına başlayırıq. 22-ci sualla davam edirik. Turşunun dissosiasiya dərəcəsi 22-ci sualda deyir ki, turşunun dissosiasiya dərəcəsi 2% olduqda 0,5 mol sirkə turşusunun məhlulda əmələ gətirdiyi ionların sayını hesablayın. Demək, turşunun dissosiasiyasını yazmaq üçün sirkə turşusu CH3COH yazıram. Hidrogen müsbət plus CH3, CO mənfi yazıram. Deməli, ilkin baxıram ki, dissosiasiya bizdən ilkin maddənin həmin molu da var, baxın, faizi də var. Yəni, əvvəlcə 0,5-in 2%-ni tapıram, bölürəm 100-ə. Deməli, 0,5-in 2%-ni tapıram. 0,5-i vururam 2-yə, bölürəm 100-ə. Bu eləyir 0,1. Yəni 0,1 ilə işləyəcəm, bu deməkdir. 0,1 demək, sirkə turşusundan nə qədər ion əmələ gəlib bilmirəm. Amma onu bilirəm ki, 1 molundan demək, gördüyümüz kimi burada 1 hidrogen, 1 CH3COH, yəni 2 vurulsun 6,2 vurulsun 10 üstü 23 ion əmələ gəlmişdir. Buradan da x-la tənasüblə tapıram ki, 0,1 vurulsun, 2-ni vururam 6,2, 12,4 vurulsun 10 üstü 23, bu da bərabərdir. 0,1, 12,4-ə vururam, bu eləyir deməli 0,12,04 vurulsun 10 üstü 23. Cavab variantlarına baxam ki, 0 tamdan cavab yoxdur, 1 tamdandır. Baxın, yəni vergülü bir sağa keçirsəm, artırsam, o zaman üstü bir vahid azaltmalıyam 22 şəklində. Yəni gördüyümüz kimi 1,204 vur 10 üstü 22 cavab C variantında öz əksini tapacaq. 23-cü sualda deyir ki, 2 mol kalium nitrat, 2 mol kalium nitratın dissosiasiyasını yazıram. Kalium müsbət, NO3 mənfi. Burada deyir ki, 2 mol kalium nitrat suda həll edildikdə dissosiasiya dərəcəsini istəyir. Gəlin əvvəlcə kaliumun 2 moldur miqdarı, onun x% dissosiasiya dərəcəsini görək nə qədər eləyir? 0,2 x eləyir bu. Demək ki, biz 0,2 x-lə işləyəcəyik. 1 molundan demək, suda həll etdikdə kalium nitrat nə qədər ion alınıbdır? 1 kalium, 2, 1 kalium, 1 NO3, yəni 2 vurulsun 6,2 vurulsun 10 üstü 23 sayda. Yəni, burada saya ehtiyac olmadığına görə sayla göstərməyib. Elə biz sadəcə 2 molla yazsaq kifayət eləyəcək. 2 molla 0,2 x-dən isə özü göstərir ki, A mol ion əmələ gəlibdir. O zaman 0,4 x bərabərdir A, x isə buradan bərabərdir 1-i 0,4-ə böləndə eləyəcək 25 A, cavab olur 23-də Y variantı. 24-də deyir ki, 1 mol alüminium xlorid. İndi alüminium xloridin dissosiasiyasını yazanda alüminium bilirik ki, müsbət 3, 3 xlor mənfi ionlarına ayrılır. 1 mol solda duranın rəqəmi məlumdur. Dissosiasiya dərəcəsini 1-in x%-ni tapanda bu eləyir 0,1 x. Baxın, 1 molundan cəmi 1 alüminium, 3 xlor, yəni ümumilikdə 4 mol ion əmələ gəlir. Bizdə də 0,1 x-lə işləyəcəyik. Nə qədər bilmirəm. Buradan A mol tutaq ki, məsəl üçün A mol özü göstərir ki, cəmi A mol ion əmələ gəlmişdir. Ona görə də buradan tənasüblə tapıram ki, 0,4 x bərabərdir A-ya. X də buradan bərabərdir 1 bölünəm 0,4-ə eləyir 25 A. 24-də olur cavab A variantı. 25-də deyir ki, maddələr verilmişdir. X maddəsidir. Dissosiasiya zamanı əmələ gələn ionların kationun mol sayı A-dır, anionun mol sayı 3A-dır. Yəni, bu deməkdir ki, anionun sayı kationun sayından 3 dəfə çoxdur deməkdir. Mən də baxıram ki, cavab variantlarında, baxın, elə gözümüz önündə görünür ki, alüminium kation 1 mol, burada anion 3 moldur. Yəni, kation 1 mol, anion 3 moldursa, o demək ki, anion kationdan 3 dəfə çoxdur. Cavab olur 25-də Y variantı. 26-cı sualda
Deyir ki, dissosiasiya dərəcəsi 80% olan 2 mol kalsium nitratın suda məhlul üçün doğru olan ifadələri seçin. Kalsium nitratın dissosiasiyasını yazsaq, kalsium müsbət 2, plus 2, NO3 mənfi iyonlarına ayrılır. Solda duranın rəqəmi 2 mol var. Dissosiasiya dərəcəsi də var. Gəlin əvvəlcə 2 molun 80%-i görək nə qədər eləyir. Bu eləyir 1,6. Deməli, 1 mol kalsium nitratdan gəlin görək nələr, hansı iyonlar alınacaq. 1,6 moldan da işləyəndə gəlin cavab variantlarında indi suallara cavab verək. Deyir ki, birdə deyir ki, 1,6 mol kalsium müsbət 2 iyonu olar. Baxın, 1 mol kalsium reaksiya tənliyinə görə nitratdan 1 mol kalsium iyonu alınır. 1,6 moldan isə tənasübünü tapıram ki, elə 1,6 mol kalsium iyonu alınır. Birinci ifadə doğrudur. 2-də deyir ki, 1,6 mol NO3 iyonu alınır. 1 mol kalsium nitratdan 2 mol NO3 alınarsa, 1,6 moldan isə 3,2 tənasübünü tapıram ki, iyon alınır. Deməli, burada isə deyir ki, 1,6 mol NO3 alınır. Demək, bu səhvdir. 3-də deyir ki, iyonların mol sayı 4,8 mol olar. Baxıram ki, baxın, alınan iyonlar bunlardır. 1,6 kalsium, 3,2 mol NO3 alınmışdır. Yəni 1,6 ilə 3,2 ilə 4,8 eləyir. Ona görə də 3-cü variant doğrudur. Cavab olacaq 1 və 3, cavab A variantı. 22-də deyir ki, suda məhlulda maqnezium xlorid duzunun dissosiasiyası qrafikinə əsasən dissosiasiya dərəcəsini hesablayın. Yəni, maqnezium xloriddən gedir söhbət. Dissosiasiya etdikdə maqnezium müsbət 2, plus 2 xlor mənfi iyonlarına ayrılır. Gördüyümüz kimi solda duranın, yəni sərf olunanın azalan xətti 10 moldur ilkin miqdarı. 10 molun indi dissosiasiya dərəcəsini istədiyindən x faizini tapaq görək bu nə qədər eləyir. 0,1 x eləyəcək. Demək ki, biz 0,1 x-lə işləyəcəyik. Reaksiya tənliyinə görə 2 dənə artan xətt var. Baxın, ən yüksəkdə duran artan xəttin miqdarı çox olan 16 moldur. Baxın, miqdarı çox olanan görürsünüzmü? Burada xlordur. Reaksiya tənliyinə görə 2 mol xlor, 1 mol maqnezium alınmışdır. Demək ki, mol miqdarı çox olan xlora aid, yəni 16 xlora aid olan qrafikdir. Tənliyə görə 2-yə 1-dirsə, 16 isə 8 mol maqnezium iyon əmələ gələcək. Buradan 1 molundandır təbii ki, buradan istənilən halda tənasüblə baxın, elə buradan x-i tapa bilərəm. 0,1 x bərabərdir 8, x də buradan bərabərdir. Deməli, 80 cavab olur 27-də A variantı. 28-ci sualda deyir ki, məhlulda 1 mol dissosiasiya etməmiş H2X və 6 mol hidrogen müsbət iyonu var. Elektrolitin məhlulda dissosiasiya dərəcəsini istəyir. Baxın, bunun çox rahat bir yolunu mən sizlər üçün deyəcəm. Yəni, çox rahat bir yoldur. Hidrogen müsbət plus x mənfi 2 iyonu yazıram. Baxın, nə deyir? Deyir ki, məhlulda dissosiasiya etməmiş H2X iyonu var. Mən əvvəldə bilmirəm nə qədər H2X iyonu var. Əvvəldə bilmirəm başlanğıçda. Onu bir A moldan işarə eləyəcəm. Amma sərfi nə qədərdir, onu da bilmirəm. Amma onu bilirəm ki, artıq qalan miqdarını verib dissosiasiya etməmişin miqdarı artıq qalmaq deməkdir də. H2X qədər. H2X 1 mol, baxın 1 mol yazıram, 1 mol. Yəni, bu demək ki, A-1 sərf olunub. İndi nə deyir? Deyir 6 mol hidrogen müsbət iyonu var. Hidrogen müsbət 6 mol. Tənasübə görə 2 mola 1 moldursa, tənliyimizə görə 6 mola da təbii ki 3 mol olacaq da. Deməli, buradan da 1 mol reaksiyanın tənliyinə görə əmsallarla hərəkət edirəm. 2 mola 1 moldursa 6 mola buradan 3 mol sərf olunacaq. Demək, A-1'imiz 3 imiş. Və A-1 sərf olunan 3-dürsə, artıq qalanım da 1-dirsə, 3 ilə 1-in cəmi 4 edir. Demək ki, başlanğıçda 4 mol H2X-in var imiş. 4 mol H2X-in 3-ü dissosiasiya edib. Yəni, dissosiasiya dərəcəsini buradan tapıram ki, 75% eləyəcək. Cavab olur 28-də B variantı.
29-da deyir ki, qablar verilmişdir. Magnezium xlorid duzu da birinci qabda. Bunun demək V-si var 0,1, C-si var 0,2 mol. Buradan dərhal mü-nü tapıram ki, bu eləyir deməli 0,1 vurulsun 0,2. 0,1-i vururam 0,2-yə. Bu eləyir 0,2 mol magnezium xlorid. İkinci qaba baxıram ki, burada nə var? Natrium sulfat var. V-si bərabərdir 0,2 litr, C bərabərdir 0,2 molyar. Buradan dərhal mü-nü tapıram ki, 0,4 mol da bu elədir. Sonda qarışdırılandan sonra həcm olub 0,3 litr. Çevirdim litrə, məhlul alınıbdır. İndi üçüncü məhəldə hansı iyonların qatılığı bərabər olar? Hansı iyonların qatılığı bərabər olar? Baxın, demək gördüyümüz kimi burada necə rahat olar? Yəni aydın olmaq üçün sizə bu şəkildə göstərmək istəyirəm ki, baxın, sondakı məhluldan gedirsə söhbət, sondakı məhlulda maqneziuma baxaq, maqnezium iyonlarına bərabərdir. Maqneziumun molu nə qədərdir? 0,2 sayı da 1-dir, bölürəm son həcmə 0,3 bu şəkildə. Baxın, xlor iyonlarının qatılığını bilmək istəyirəmsə, xlorun molu 0,2 vurulsun 2 mol da sayı 2 dənədir də, vururam sayına. Bu da eləyir 0,3, yəni bu da eləyir 0,4. Elə bunu vurub yazaq buradan 0,4. 0,4 vurulsun 0,3. İndi digər qabdakı olan o natrium iyonuna baxıram, bərabərdir. Natrium molu nə qədərdir? 0,4 sayına da vururam 2-dir. Bu eləyir 0,8 bölünsün həcmə 0,2-yə bu şəkildə. Deməli, SO4 iyonuna baxıram. SO4 -2 iyonuna molu 0,4'dür. Sayıda 1 olduğuna görə elə 1'ə vururam. Bölünsün 0,3. Baxın, nə gördük buradan? Nə görürəm? Görürəm ki, 0,4 böl 0,3 xlor mənfi iyonları ilə SO4 iyonlarının qatılıqlarının bərabər olduğunu gördüm. Görürsünüz, bunlar bərabər deyil. Deməli, cavab olacaq 29-da A variantı xlor və SO4 iyonlarının qatılıqları bərabər olacaq. 30-da deyir ki, demək, NO3 iyonlarının məhlulda qatılıqları eynidir. Məhlulun həcmləri də eyni həcmdir. Kationların qatılığının müqayisəsini istəyir bizdən. Məhlulda NO3 iyonlarının qatılığını bərabərləşdirmək üçün bu hissəyə baxın. NO3 2-dir, NO3 3-dür, NO3 bir dənədir. Bunları eyni qatılığa, eyniyə gətirmək üçün NO3'ləri mən baxın, bura 3 yazaram, 6 olar. Bura 2 yazaram, 2 üçün 6 olar. Bura zaten elə 6 yazaram, bu da 6 olar. Deməli ki, NO3 iyonlarını bərabərləşdirdim. İndi kationları müqayisə eləyəcəm. Kationdakı baxın 3 mol kation, 2 mol burada kation, 6 mol da burada alındı. Deməli, müqayisəcə cavablara baxam ki, böyüklə veribdir. Deməli, Z, deməli, bax, buradan yazıram Z6, Y2, X3 oldu, eləmi? Deməli, Z böyükdür X-dən, Z böyükdür X-dən, X də böyükdür Y-dən. Cavab 30'da olacaq B variantı. 31'də deyir ki, suda həll olan maddələr yenə eyni variantda sualdır. Məhlulda xlor iyonlarının qatılığı yenə eynidir. A deməkdir ki, yəni eynidir. Eyni bir rəqəmə gətir. Deməli, bax, yazıram bura 2, 3-ün 6, xlor iyonunun qatılığı 6 oldu. Bura 3 yazsam 3, 2-nin 6, yenə 6 oldu. Elə bura 6 yazsam 6 oldu. Aha, indi baxın, kationların qatılığının müqayisəsi. X-in burada kationu 2-dir, burada kationumuz 3-dür, burada kationumuz 6-dır. Cavab variantlarında burada artıq kiçiklə göstərib deyə mən də elə rahat ol, bu cürə gedəcəm. Yəni kiçiklə, əvvəl kiçiyi götürəcəm. Yəni X kiçikdir Y-dən, o da kiçikdir Z-dən. X kiçikdir Y-dən, o da kiçikdir Z-dən. Cavab C variantında öz əksini tapacaq. Davam eləyirik. Demək, 32-ci sualla yenə eyni tip sualdır. Kationların qatılığını veribdir. İndi kationların qatılığına baxırıq. Kation burada dəmir baxıram ki, aşağıda görürsünüz 2 kation var.
Ona görə də bunları eyniləşdirmək üçün mən burada 2 yazacağam, burada 2 yazacağım ki, eyniləşsin. Düzdürmü? Eyni oldu. İndi anionların qatılığına baxıram. Baxın, gəlin anionları. Bura kationu bərabərləşdirəndə anion 2 vur 2 oldu 4. Kationu bərabərləşdirəndə anion oldu 2 vur 3 6. Burada anionum oldu. Yəni kation elə yazmamışıq heç bir şey. Elə 3 dənə baxın. Anion olduğuna görə bu olacaq elə 3 anion. Burada cavab variantlarında baxıram ki, böyük işarəsi ilə müqayisə ilə veribdir. Əvvəl böyüyü götürəcəm. Y böyükdür x-dən. Y böyükdür x-dən. O da böyükdür z-dən. Cavab B variantında öz əksini tapacaq. 33-də deyir, qarışdırılan duz məhlulları. Birinci verilib mis 2 nitrat. Baxın, burada nə deyir? Həcmi V1-dir. Qatılığı C bərabərdir 1,2-dir. Daha sonra verilib dəmir 3 nitrat. Nə verilib? Həcmi V2-dir. Qatılığı 0,6-dır. Qarışdırılandan sonra NO3 ionlarının qatılığı 2-dir. Bax, qarışdırılandan sonra deyəndə qatılıq NO3, bax, sonda yazıram. NO3 mənfi ionlarının qatılığı nə qədərdir? 2-dir. Düzdürmü? NO3 ionlarının sonda qatılığı, son qatılıq nəyə bərabərdir? Qaydamız var da, bərabərdir. Baxın, NO3 hara daxildirsə, onun C-si, V-si. NO3 baxın, birinci qabda. 2 mol NO3 var birinci maddədə. C-si, V-si 1,2 yazıram. 1,2 vurulsun V1, vurulsun NO3 ionlarının sayına 2-yə plus. NO3 hara daxildir? Baxın, digər qabda. C'si, V'si yazacağım. C'si, V'si vurulsun. NO3 ionlarının 3 dənədir. 3-ünü sayına vuracağım. Bölünsün həcmlərin cəminə V1 plus V2. Və salam, bərabərdir. Biraz sadələşdirək. Bu olur 2,4 V1 plus 0,6-nı 3-ə vururam. 1,8 V2. Bölünsün V1 plus V2. Aha, indi davam edirəm. 2V1 tələyi həll edirəm. 2V1 plus 2V2 bərabərdir. 2,4V1 plus 1,8 V2. Tələyi həll edirik. Baxın, 2V1, 2,1, 4V1, eləmi? Çıxıram. 0,4V1 bərabərdir. 2-dən 1,8-i çıxacam. Bu eləyir 0,2 V2. İxtisar eləyəcəm. Baxın, 2V1 bərabərdir V2. Bu nə deməkdir? Baxın, bizdən nə istəyir? V1-in V2-yə nisbətini istəyir. Bizə lazım deyil. Baxın, qaranlıq qalmasın burada sizə. 2V1 bərabərdir V2. Eləmi? Bizdən istəyir V1-in V2-yə nisbətini bərabərdir. V1 2V1-ə bərabər olmalıdır. Ona görə də baxın, mən bu hissədə 1/2 yazıram ki, baxın, belə vuranda 2V1 V2 olsun da, bərabər olsun. Bərabərlik doğru bərabərlik alınsın. Ona görə də V1-in V2-yə nisbəti 1/2-yə, yəni 0,5-ə bərabər olar. Cavab olur 33-də B variantı. 33-də deyir, hansı duzların məhlullarında kation bərabərdir aniona. Buradan gördüyümüz kimi bunlar rahat, demək, kationla anion sayı bərabər olan 1-dən 3-dür. Demək, 35-ci sualda deyir ki, hansı duzların suda məhlullarında kation və anionların sayı arasındakı münasibət kation, yəni kiçik olsun anionla. Kationun sayı kiçik olsun anionla. Burada 3 kation var. Kationun bir dənə anion. Kation böyükdür anionla. Burada 2 dənə kation var, 1 dənə anion var. Kation böyük oldu aniondan. Burada 1 dənə kation var, 2 dənə anion var. Gördük ki, kation kiçikdə aniondan götürürəm. Burada baxın, 1 dənə kation var, 2 dənə anion var. Kation aniondan kiçikdir. Cavab olur 35-də 2 və 4. 36-da deyir ki, natrium sulfat verilmişdir. Natrium sulfatın demək, dissosiasiyasından 2 yazaq, gözümüzün önündə dursun. Deyir ki, ilkin mol miqdarı 2,5-dir, dissosiasiya dərəcəsində verib 80%. Bax, ilkin mol miqdarda var, dissosiasiya dərəcəmiz də var. Buradan hər ikisindən biz görək bu 2,5 molun nə qədər dissosiasiya eləyib 80%-lə. Bu neçə eləyir? 2,5 vururam 80-ə, bölürəm 100-ə. Bu da eləyir 2. Demək ki, 2,5 götürüldüyünə baxma.
Bunu 2 mola dissosiasiya eləyib. Söhbət 2-dən gedir. Əmələ gələn natrium ionlarının mol miqdarını hesablayın deyir deyə, baxın, tənliyə görə 1 moldan 2 mol natrium ion əmələ gəlib. Bəs 2 moldan nə qədər eləyəcək? Tənasüblə tapıram ki, 4 mol natrium ionu əmələ gələcək. Cavab eləyir 4. 37-də deyir ki, qatılığı 0,4 mol olan kalium sulfat məhlulunun neçə millilitrində 0,2 mol kalium müsbət ionu olar? Kalium sulfat deməli, yenə həmin gözümüz önündə qalsın tənliyimiz. Demək, qatılığı 0,4 moldur. C bərabərdir 0,4. Kalium sulfat məhlulunun neçə millilitrində? Bunun V-sini bilmirəm. 0,2 mol kalium ionu olar. Baxın, burada nə qədər kalium ionu var? 2 mol. Nə qədər kalium sulfatdan alınıb? 1 molundan. Bizdə deyir ki, 0,2 mol kalium ionu olsun. Bəs bu nə qədər kalium sulfatdan alınır? Tənasüblə tapıram ki, 0,1 mol kalium sulfatdan olar. Deməli, mü bərabər 0,1 tapdım. Buradan da V-ni tapıram. C bərabərdir mü bölü V düsturumuz var. Buradan V bərabərdir mü bölünsün C, yəni mü 0,1'dir bölünsün 0,4. O da bərabərdir 0,1'i bölürəm 0,4'ə. Bu da eləyir 0,25. Nə? Litr çevirmə bərabərdir. Millilitrinə soruşduğuna görə minə vuracam. Bu da eləyir 250 millilitr. 250 millilitr. 38-ci sualda deyir ki, 200 millilitr kalsium bromid məhlulu. Yazıram kalsium bromid. Nə qədər? 200 millilitr. V bərabərdir 0,2 demək litr. Brom ionunun malyar qatılığı C bərabərdir 0,4 malyar. Məhlulda neçə qram kalsium bromid var deyir. Kalsium bromidin kalsium müsbət 2 plus 2 brom mənfi ionlarına ayrılır. Demək, həcmi var kalsium bromidin, qatılığı var. Məhlulda qatılıq buna aid deyil. Qatılıq brom ionlarının malyar qatılığına aiddir. Keçirəm, baxın, sağ tərəfə. Görürəm ki, 2 mol brom ionu əmələ gəlib 1 mol kalsium bromiddən. Əvvələn moldan işləyək, sonra çevirərik qrama. 2 mol brom ionu 1 mol kalsium bromiddən əmələ gəlib. İndi gəlin görək nə qədər brom ionu əmələ gələr və hansı ki, burada verib brom ionunun malyar qatılığı 0,4'dür. Deməli, 0,4'dürsə malyar qatılığı, gəlin görək nə qədər buradan molunu tapaq. Molunu tapsaq, buradan, yəni C bərabərdir mü bölü V-dən, mü bərabərdir CV-də, yəni 0,4'dür, V də 0,2'dir. Bu eləyir 0,4 vurulsun 0,2, bu da eləyir 0,8. Deməli, mola qalsa 0,8 mol brom ionu alınıb. Nə qədərdən? Nə qədərdən? Buradan da tənasübdən tapıram 0,8'i bölürəm 2'yə. Bu da eləyir 0,4 mol. Demək ki, kalsium bromid demək ionlarına dissosiasiya eləyibmiş. Və bunu bizdən cavabda görürsünüz məhlulun qramlarla miqdarını, yəni qramla istədiyinə görə 0,4'ü də vuracam kalsium bromidin malyar kütləsinə, yəni vururam 200'ə. Bu da eləyir 8 qram, cavab eləyir 38'də 8. 39-cu sualda dissosiasiya dərəcəsi 40% deyir, neçə mol X sulfat suda həll edilmişdir. Baxın, burada söhbət X2 sulfatdan gedir də, dissosiasiya eləyib 2 dənə X müsbət plus SO4 mənfi 2 ionlarına ayrılmışdır. İndi demək, dissosiasiya dərəcəsi var, amma neçə mol dissosiasiya eləyib onu bilmirik. İndi ilkin mol miqdarı mən bilmirəm. Tutaq ki, məsəl üçün A mol götürmüşəm də. A molu neçə faizlə? 40%-lə. Baxın, 40%-lə bölürəm 100'ə. Bu eləyir 0,4 A.
Yəni 0,4 A-la işləyəcəm. Bu deməkdir. İndi 0,4 A, baxın yazıram. İndi 0,4 A dissosiasiya etdikdə, baxın görək nə verilib qrafikdə bizə. Dissosiasiya dərəcəsi 40% olanda baxıram ki, qrafikdən X ionlarının mol sayı 0,4-dür. Bizdə X ionlarının mol sayı nə qədərdir? 2 mol. Neçə molundan? 1 molundan. Baxın, tənasüblə gedirəm və 0,4 A-dan da təbii ki, görürəm ki, 0,4-dür. Baxın, qrafikə görə 0,4-dür və salam. Buradan tənasüblə tapırıq ki, tənasübü həll edirik. Deməli, baxın, bu şəkildə tənasübü tapıram. 0,8 A bərabərdir 0,4. Buradan da A bərabərdir. 0,4-ü bölürəm 0,8-ə. Bu da eləyir 0,5. Demək ki, cavab oldu 39-da 0,5 mol X sulfat suda həll edilmiş. 40-cı sualda baxırıq. Yenə 40-cı sualda deməli bu tipli sualdır. Baxın, indi burada X3PO4 dissosiasiyasını yazaq. Bu şəkildə PO4 bir dənə 1 PO4 yanı var. Dissosiasiya dərəcəsi 10%-dir. Gəlin dissosiasiya dərəcəsini demək bilmirəm ilkin mol miqdarı nə qədərdir. Tutaq ki, A mol, amma 10%-lə bölürəm 100-ə. Bu eləyir 0,1 A. Bax 0,1 A-la işləyəcəm və salam. Baxıram ki, burada 1 mol X3PO4-dən X onlarının mol sayıdır. Nə qədər? 0,6-dır. 0,6-dır. Bizdə nə qədərdir? Bizdə nə qədər? Tənliyə görə 3 moldur. Tənliyə görə bu hissədə tənliyə görə 3 mol X müsbət ionu alınıb. Bu tənliyə görə olandır. Amma bizdə alınan qrafikə görə 0,6 alınıbdır. Buradan da yenə tənasüblə baxın, tapıram ki, deməli, buranı silək. Tənasüblə tapıram ki, 0,1-i vururam 3-ə. 0,3 A bərabərdir 0,6. A da buradan bərabərdir. 0,6-nı 0,3-ə böləndə bölürəm 0,3-ə. Bu da eləyir 2. Bu şəkildə, yəni 0,6-nı bölürəm 0,3-ə. Aha, bu da eləyir 2. Cavab olur 40-cı sualda 2. 41-ci sualdan davam edirik. 41-də baxırıq ki, qablar verilib. Hər iki duzun dissosiasiya dərəcəsi 100%-dir deyir. X-i hesablayın deyir. İndi birinci qaba baxırıq. Deməli, 0, nə var? 0,5 mol mis-2 nitrat var. Düzdürmü? Molu da 0,5 mol yazıram. İkinci qabda var ki, plus dəmir 3 nitrat var. 3 nitrat var. Nə qədər X mol? Molunu bilmirəm. Amma sonda alınıbdır 6,2 vurulsun 10^24 nə deməkdir? Əgər mən bunu 23 yazsam, hesablamam rahat olsun deyə 23 yazsam, azaldıramsa, bunu mən artırmalıyam. Baxın, oldu artıranda 60,2 NO3 iyonu alınıb sonda. Yəni 60,2-ni böləcəm 6,2-yə. Bu eləyir 10 mol. Yəni bu deməkdir ki, sonda 10 mol NO3 iyonu alınıbdır. Bax, bu deməkdir. Hər iki düzüncə də X-i hesablayın deyir. İndi gəlin görək. Bax, əvvəldə var mollar, NO3 iyonlarını baxın. 0,5-i 2-yə vururam, eləyir 1 mol NO3. Düzdürmü? Deməli, NO3 yazmayayım heç, yəni 1 mol. Sonra plus, burada X 3 dənə NO3 var da, X-i vururam 3-ə, eləyir 3X. Bərabər olub neçə? 10 mol NO3. Bax, 10 mol alınıb, 10. Baxın, tənliyə aldıq, görürsünüz. 1 üstə gəl 3X bərabərdir 10. 3X buradan bərabərdir 9-a. X də buradan bərabərdir, olacaq 3-ə. 41-də cavab eləyir. X-in qiyməti 3.
42-ci sualda deyir ki, 29,8 qram X xlor duzu suda tamamilə dissosiasiya etdikdə əmələ gələn iyonların mol miqdarının cəmi 0,3-dür. X xlor duzunun nisbi molekul kütləsini hesablayın. Baxın, X xlor duzu verilib bizə. Tam dissosiasiya etdikdə X müsbət plus xlor mənfi iyonlarına ayrılacaq təbii ki. Demək deyir, iyonların mol miqdarlarının cəmi 0,8-dir. Bizdə iyonun mol miqdarının cəmi nə qədərdir? 2. Bir dənə X var, bir dənə də xlor var. 2-dir. Nə qədərindən X emerlə, hər hansı bir emerlə işarə eləyək bunun molyar kütləsindən. Altda molyar kütləsindən bax, nə yazacağıq? 29,8 qram verib. Nə qədər iyon əmələ gəlib? Mol miqdarlarının cəmi deyir ki, 0,8 moldur. Və salam, hazırdır tənasibimiz. Buradan tənasiblə, baxın, bu ilə tapıram. 0,8 mR bərabərdir. 29,8-i vururam 2-yə. Bu ilə 59,6 mR bərabərdir. 59,6-nı bölürəm 0,8-ə. Bu da eləyir 74,5. Bizdən nə istəyirdi? X xlor duzunun nisbi molekul kütləsini istəyirdi. Yəni, nisbi molekul kütləsində biz də tapdıq ki, elə X xlorun baxın işarə eləmişdik mR-lə. 74,5 cavab eləyir 42-də 74,5. Deməli, 43-cü sualda deyir ki, XY2 maddəsinin 400 ml məhlulunda 0,8 mol Y iyonu var. Yazıram XY2. 400 ml V bərabərdir 0,4 litr, məhlulda 0,8 mol Y iyonu var. Məhlulun molyar qatılığını hesablayın deyir. Burada görürəm ki, X deməli müsbət 2 plus 2Y mənfi iyonlarına ayrılır. Burada 0 deyir, bu qədər həcmi olan 400 ml həcmi olan məhlulda 0,8 mol Y iyonu var. Gəlin görək burada bax Y iyonu 0 molyar qatılığı hesablayın. Heç buna ehtiyac yoxdur burada. Yəni molu əgər 0,8-dirsə, baxın, əgər 2 moldursa burada, demək nə qədər mol XY2 alınıb, onu mən bilmirəm, 1 mol. Amma deməli, molunu deyəndə baxırıq ki, məhlulda 0,8 mol deyir. 0,8 mol Y-ə aid olan, aniona aid olan hissədir. O zaman burada nə qədər XY2 demək maddəsi daxil edilmişdir, onu tapaq. Tapıram ki, buradan 0-dan tənasiblə 4 mol. 0,4 mol. İndi biz burada demək, bunu aşağıdan yazaq biraz. Deməli, həcmimiz nə qədərdir? Həcm V bərabərdir 0,4 litr. Tapdıq ki, bu şəkildə məhlulun molyar qatılığını istədiyinə görə biz burada tapmışıq ki, XY2 molunu tapdıq ki, 0,4 moldur. Bundan işləyəcəyik. Molyar qatılıq C bərabərdir tapacağıq. C bərabərdir mü böl V. Müyümüz 0,4-dür. V də 0,4-dür. Buradan da bərabərdir. Tapıram ki, 1. 43-cü sualda eləyəcək cavab 1. Demək, bu şəkildə 1. 44-cü sualda deyir ki, XY2 maddəsinin 200 ml məhlulunda 0,4 mol X müsbət iyonu var. Baxın, XY2 yazıram, yenə X müsbət 2, 2Y iyonu deyir. İndi söhbət X2 iyonundan gedir, katyondan gedir. Məhlul üçün, baxın, söhbət bundan getdiyinə görə 1 mol X iyonu alınanda 1 mol XY2 maddəsindən alınıb. Bəs 0,4 mol deyir. Mol dediyinə görə buradan yazıram 0,4 mol, təbii ki, 0,4 molundan alınacaq. Bizə nə verilib? XY2 məhlulunun, baxın, V-si 0,2 litrdir. İndi bizə molyar qatılığı istəyir. C bərabərdir sual. Müsünü də tapdıq ki, bunun XY2-nin müsü 0,4-dür.
Buradan C-ni tapmaq üçün C mü bölü V-dən müümüz 0,4 bölü 0,2 həcmə, bu da eləyəcək 2, 44-də cavab eləyəcək 2. 45-də deyir ki, elektrolitin həll olmuş mol miqdarı 5 moldur, dissosiasiya dərəcəsi verilib 60, dissosiasiya etməmiş mol miqdarını istəyir. Baxın, görürük ki, elektrolitin həll olmuş mol miqdarı, ilkin mol miqdar bizdə var, 5 moldur. Dissosiasiya dərəcəsi də var, 60%-dir. Bunun tapaq görək nə qədər eləyir? 5-in 60%-i tapıram ki, eləyir 3 mol. Deməli, burada 3 mol ionlara dissosiasiya etmişdi. Edən sayda 3 mol. Ümumilikdə 5 mol ionumuz var idi. Onun 3-ü dissosiasiya etdi. 3-ü dissosiasiya etdi. 5-in 3-ü dissosiasiya edibsə, 3-ü dissosiasiya edib. Baxın, yazıram edib. 5-in 3-ü dissosiasiya edibsə, təbii ki, ikisi də etməmişdir də. Etməmiş. Dissosiasiya etməmiş mol miqdarı cavab eləyəcək 2. 46-da deyir ki, sulu məhlulda 1 mol dissosiasiya etməmiş XOH2-yə, EH2-yə 3 mol X müsbət 2 iyonu düşür. Gəlin baxaq, burada əvvəlcə baxım onu göstərək. X müsbət 2 plus 2 dənə OH mənfi iyonlarına ayrılıb. Bu deyir ki, dissosiasiya etməmiş, diqqət eləyin, XOH2-yə 3 mol X müsbət iyonu düşür. Bu nə deməkdir? Baxın, bayaqki məsələdə dediyim kimi rahat getmək üçün. Baxın, sonda başlanğıc nə götürmüşəm, sərf nə olunub, dissosiasiya olunub. Amma sonda 1 moluna dissosiasiya etməyənə, yəni artıq qalana, etməmişə, 1 moluna 3 mol X müsbət iyonu. Baxın, X müsbət nə qədər? 3 mol X müsbətin, baxın, aşağısından yazıram. 3 mol X müsbət iyonu düşür. 1 mol XOH2-nin dissosiasiya etməmişinə, yəni artıq qalan hissəmizə düşür. Vəssalam, buradan hərəkət eləyirəm. Baxın. Yəni 1-ə 1-dirsə, 3-ə də 3 mol demək ki, XOH2 dissosiasiya edib, 3 ilə 1-i toplayıram, başlanğıcım nə qədər imiş? 4 mol imiş. Elektrolitin məhlulda dissosiasiya dərəcəsini deyir hesabla. 4 mol var idi, 3-ü dissosiasiya edib, dissosiasiya dərəcəsi tapacam ki, buradan 75% edəcək. 46-da eləyir cavab 75%. 47-ci sualda dissosiasiya dərəcəsi 80% olan Xn Y4M maddəsinin 2,5 molun dissosiasiyasından bu qədər sayda ion əmələ gəlir. M plus N cəmini hesablayın deyir. İndi deməli 2,5 mol ilkin rəqəmimizdir. Baxın, maddənin ilkin molu 2,5 moldur. Bu neçə faizlə dissosiasiyası da var? 80%-lə. İndi əvvəlcə 2,5-in 2,5 vur 80 bölürəm 100-ə. Bu eləyir 2 mol. Deməli 2,5-in 80%-lə 2 molu dissosiasiya edib deməkdir, bu deməkdir. İndi yazıram, bax, Xn YO4M, eləmi? Yəni X-ə və plus YO4-ə dissosiasiya edəcək də bu, düzdürmü? Yəni belə qalsaq N dənə, burada da M dənə. Aha, bu deyir ki, 4,816 vur 10 üstü 24 sayda. Gəlin bunu əvvəlcə bunu 23 yazaq, azaldaq. O zaman bunu artıracam, 48 tam eləyəcək. Deməli, 48 tam %16 bölürəm 6 tam %2-yə. Bu eləyir 8 mol. Bu deməkdir ki, deməli 8 mol ion əmələ gəlibdir. Heç bunu görmürəm. Baxın, bunun əvəzinə yazıram ki, 8 mol ion əmələ gəlibdir. Sadələşdirdim. 8 mol ion əmələ gələrsə, deməli, buradan 8 mol ion əmələ gəlibsə, nə deməkdir? Yəni, N-lə M-in cəmi, baxın, burada, amma onu da qeyd eləyək ki, 8 mol ion hardan əmələ gəlib? 2 molundan əmələ gəlibdir. 2 molundan 8 mol ion əmələ gəlibdir. Deməli,
8 mol ion əmələ gəlibsə, bu yəni 2 molu ilə əmələ gəlibdir bu. Bilsiz niyə? 2,5-in axı biz 80% ilə dissosiasiya dərəcəsini tapdıq ki, 2 molu dissosiasiya edibdir bunun. 2 molundan 8 mol əgər ion əmələ gəlirsə, o zaman 1 molundan 4 cəmi ümumilikdə ion əmələ gələcək. 4 mol ion əmələ gələcək. Bu deməkdir ki, yəni N plus M-in cəmi bərabərdir 4 olacaq. N plus N cavab eləyir 4. 47-də cavab eləyəcək 4. 48-ci sualda deyir ki, demək duz verilibdir. X brom 2. Suda məhlulunun həcmi V bərabərdir 0,5 litr. Məhlulun qatılığı C bərabərdir 1 litr. Duzun dissosiasiya dərəcəsi 20%-dir. Baxın, ilkin suda məhlulun həcmi, ilkin miqdar baxıram ki, A-nı hesablayın deyir. Verməyib mənə, yoxdur ilkin miqdar. İlkin miqdarı bilmirəmsə, deməli, dissosiasiya dərəcəsi var axı 20%-dir. Buradan tapacağım V-miz var, həcm var, C var. Yəni, məhlulun C bərabərdir mü böl V-dən mü-nü tapacağam. Mü bərabərdir CV, bu da eləyir 0,5 mol. Deməli, ilkin X brom 2-nin molu da məlumdur. İndi dissosiasiya dərəcəsi də məlumdur. 0,5-in 20% ilə dissosiasiya dərəcəsini tapıram. 1, 5, 0,5-i də 0,1-ə böləndə, 5-ə böləndə, bu eləyir 0,1 eləyəcək. Bəli, düzdür. 0,1. Demək ki, söhbət burada 0,1 molundan gedəcək bu X brom 2-nin. Müsbət 2 plus 2 brom mənfi ionlarına ayrılır. İndi, baxın, burada baxıram ki, qrafikdə mol miqdar broma aid olan mol miqdardır. Baxın, görürsünüz, bromun molu A moldur. Söhbət bromdan getdiyinə mən bromla işləyəcəm. Bax, 1 mol X brom 2-dən 2 mol brom ionu alınıb. Şəkildə görürəm ki, A moldur qrafikdə. A mol brom ionu alınıb. A mol brom ionu burada tapmışam ki, 0,1 X brom 2 dissosiasiya dərəcəsindən tapmışam ki, bu qədər dissosiasiya edəcək. Buradan da A bərabərdir 0,2. Bu qədər rahat cavab eləyəcək 48-də 0,2. 49-cu sualda deyir ki, 250 ml miski nitrat məhlulunda mis 2 nitrat məhlulunu yazıram. Mis müsbət 2 ionlarını tam çöktürmək üçün 1 mol natrium hidroksid. Deməli, mis nitrat məhlulumuz nə qədərdir? V bərabərdir 0,25 litr. Bu ionu çöktürmək üçün 1 mol natrium hidroksid sərf olunmuşdur. Nə qədər? 1 mol. M bərabərdir 1 mol natrium hidroksid sərf olunmuşdur. Mis nitrat məhlulundakı mis 2 müsbət ionlarına molar qatılığını hesablayın. Bax, biz görürük ki, buradan deməli, mis nitrat məhlulunun verilib, həcmi verilib. Demək ki, ümumiyyətlə çöktürmək üçün buradan çökəndə nə alınacaq? Baxın, mis hidroksid alınır da, düzdürmü? Plus yazıram. Plus natrium nitrat. Mis 2 hidroksid buradan çökəcək. Çöktü. Gəlin əmsallaşdıraq tənliyi. 2 atıram bura. 2. Aha. İndi baxıram ki, baxın, 1 mol mis 2 nitrata 2 mol qələvi lazımdır onu çöktürmək üçün, tam çöktürmək üçün. 2 mol qələvi. Yəni 1 mola 2 mol lazımdır. Düzdürmü? Bu da deyir ki, 1 mol natrium hidroksid sərf olunub. 1 mola nə qədər lazım olar? 1 mola təbii ki 0,5 mol lazım olar. Aha. İndi molumuzu buradan tapdıq. 0,5 moldur. Həcmimizi özü verib var. Buradan C bərabərdir mü böl V-dən C bərabərdir 0,5 bölünsün 0,25. Yəni 0,5 bölünsün 0,25. Bu eləyəcək 2. Molar qatılığı eləyəcək. Elə birdən də mis ionlarının molar qatılığını soruşduğuna görə görürük ki,
mis 2 nitrat hardadır? Baxın. Mis 2 nitratın içərisində mis özü var da. Əgər bunun molar qatılığı 2-dirsə, demək ki, elə mis 2 müsbət ionlarının da qatılığı 2-yə bərabərdir. Cavab olacaq 49-da 2. 50-ci sualda deyir ki, qrafikə əsasən duzun dissosiasiya dərəcəsini hesablayan duz hansı duzdur? Kalsium xlorid duzudur. Dissosiasiya eləyəndə kalsium müsbət 2 plus 2 dənə xlor mənfi ionlarına ayrılır. Biz qrafikdən baxırıq ki, kalsium xloridin ilkin mol miqdarı baxın 5-dən başlayıb. Bax, ilkin 5 idi başlanğıcda. Nə qədər sərf olunub, nə qədər n qədəri artıq qalıb. Artığa yazıram n qədər. Sərfi 5 minus n-dir də. Aha, xlor ionlarının molu verilib. Burada xlor ionlarının molu, baxın, görürsünüz qrafikdə 4 moldur, 4-dür. Gedirəm tənliyimizin özünə. 2 mola 1 moldursa, 4 mola nə qədərdir? Yarısı qədərdir də, yəni 4-ü də 2-dir. Və salam, biz bilirik ki, sərf məhsullara baxırıq. 2-yə, 1-ə 1 kalsium xlorid daxil etsə, 2-yə də elə 2 daxil olunacaq. 2. Yəni 5 minus n cavabı n 2-yə bərabərdir. Buradan da 5 minus n bərabərdir 2 ifadəsindən n bərabərdir 3-ə. Deməli, bu n-də 3 imiş. Baxın, 2 sərf, 3 artıq qalan. Cəmi gördüyünüz 5 alındı. Bizdən nə istəyirdi? Dissosiasiya dərəcəsini hesablamamızı istəyir. Ümumilikdə 5 mol var idi. Onun ikisi dissosiasiya edib. Faizini istəyir, bərabərdir. Eləyəcək cavab 40%. 50-də olur cavab 40. 51-ci sualda deyir ki, demək, qarışığın tərkibi verilmişdir. Natrium sulfat A qramdır. Onu qeyd eləyək. Baxın, gəlin buradan 2 natrium plus SO4 mənfi 2 ionlarına ayrılır. Qələvi natrium hidroksid ayrılacaq ionlarına natrium müsbət OH mənfi ionlarına. Baxın, qramla verib, bu A qramdır. Demək ki, yadımızda saxlayaq. Bu da B qramdır. Deməli, baxırıq ki, nəyə əvvəlcə bir şərtə, məsələyə öndən bir baxış keçiririk. Baxırıq ki, baxın, burada natrium da var, SO4 ionları var. Amma SO4 yalnız birincindədir, amma natrium hər ikisindədir. Ona görə ikisində də olana baxmırıq. Bir dənə olandan işləyirik ki, işimiz rahat olsun. SO4-ə baxırıq. Baxıram ki, 1 mol natrium sulfatdan 1 mol SO4 alınıb. Düzdürmü? Bizdə dedik ki, M mol SO4 alınıb. M mol SO4-dən nə qədər? Təbii ki, M mol natrium sulfat ayrılacaq da. İndi M mol olduğuna görə mən SO4 sayımız tamamlandı, düzəldi və salam. İndi gəlin natriuma baxaq da buradan. Baxın, 1-ə 2 mol natrium ionu ayrılıb, 1 mol SO4 tənliyə görə. O zaman, əgər 2 natrium 1 SO4 alınıbsa, NSO4 alınıbsa, baxın buradan baxıram, NSO4 alınıbsa, bundan 2 dəfə çox, yəni 2N-də natrium ionu alınıbdır deməkdir buradan. Düzdürmü? Bizdə də ümumən 2,5N natrium ionu alınıb. O zaman 2N,5N-in 2N-i getdi birinci tənlikdə alındı. Yerdə nə qaldı? 0,5N-i. Demək ki, 0,5N-i buradan alınacaq. Yəqin ki, aydın oldu dediyim. Aha, və salam, buradan da rahatdır. Getdik, nə edirik indi? 1 mola, baxın, 1 mol natrium ionu alınıbsa, 0,5N-ə nə qədər alınacaq? Elə 0,5N alınacaq. Burada N tapmışam, mən molla işlədim deyə, yəni N elə 1 molun, baxın, 142 qramdır. M molun, yəni 142 N-ə vuracam da, 142 N qram eləyəcək. Buradan 1 molun 40 qram qələvidir. 0,5 N molun vuracam 40-a da. 40-a vuranda nə eləyir 0,5-i? 20 N qram. Baxın, qramlarla, baxın. İndi bizdən nə istəyir? Bu 142 N A qramdır. 20 N qramda B qramdır. Yəni A böl B nisbətini istəyir bizdən. A hanı? A-nı ifadə eləmişdik bayaq.
Görürsünüz 142 N'dir. B'miz də deyə burada yazmışıq 20 N'dir. Bərabərdir. N'lər getdi. 142-ni bölürəm 20-yə. Bu da eləyir 7,1. Cavab eləyir 51-ci sualda 7,1. 52-ci sualda deyir ki, xn y duzunun 9,4 qramı tamamilə dissosiasiya edib, xn yazıram, yoh m yazıram. 9,4 qramı tamamilə dissosiasiya etdikdə nə qədər deyir? Bax, qarşısına yazıram 0,5 x ionu plus 0,1 də YO3 ionu alınıb. Nə qədərindən? 9,4 qramından. Bax, bu hissə alınıbdır. İndi gəlin diqqət eləyək. Bura görürük ki, bax, qramla verilib deyə az qramdır da, baxırıq ki, bu molyar kütlədən çox az bir hissədir. O zaman biz nə edirik? Baxın, bu hissələri artırmalıyıq ki, o miqdarı tam ədədə gələnə qədər hissələri artırmalıyıq. Baxın, mən bunu tam ədədə gəlmək üçün, bax, 100, 2-0, yəni 100 dəfə artırıram, eləyir 5. Bunu 100 dəfə artıranda olacaq, baxın, 10 olacaq. Bu 5 elədi, baxın, 5. Bu da elədi 10. Düzdürmü? İndi baxıram ki, 5, 10 da, bu da, yəni, ixtisar olunası rəqəmlərdir də. Bu da ixtisar eləsəm, 5-dən bu olacaq 1, burada qalacaq 2. Deməli, nə oldu? Bunları ixtisar eləyəndə biz avtomatik axı qramı da biz bunları artırıb azaldırıqsa, bu miqdarı da artırıb azaltmalıyıq. Bunu 100 dəfə mən artırdımsa, bunu da 100 dəfə artırmalıyam. Yəni 100 dəfə deyəndə baxın, yəni 902-0 sağa atıram da, edir 940 elədi. İndi artırandan sonra görürsünüz mən nə edim? 5-10 rəqəmi aldım və gördüm ki, bunlar artıq 5-ə ixtisar getdiyindən, yəni sadələşdirirəm. Kiçik nisbətlərə gətirirəm. 5-ə bölməklə. İndi 940-ı bunu 5-ə böldümsə, mən bu rəqəmi də bölməliyəm axı. 940-ı bölürəm 5-ə. Bu da eləyir 188. Yəni, ən kiçik kütlə nisbətində tapdıq nisbətləri və o zaman xn, YO3 m-in molyar kütləsini də deməli, nisbətlər artırıb nisbətlər şəklində böldükdə gəlir 188 eləyir. Bu da eləyir molyar kütləmiz bərabərdir 188. 53-də deyir ki, sıxlığı 1,4, rho bərabərdir 1,4 olan 700 qram deməli litrlə deyir, bu avtomatik buradan 1,4 millilitrlə verib deyə 1000-ə vuracam, olacaq 1400 qram bölü litr. 700 qram kalium sulfat məhlulunda, yəni M məhlul bərabərdir 700 qramdır. Məhlulumuzun kütləsi cəmi 9,13 iyon var. Nədə? Kalium sulfatda. Kalium sulfat 2 kalium müsbət plus SO4 -2 iyonlarına ayrılır. İndi nədən söhbət gedir? Deyir, məhlulda cəmi iyon dediyinə görə cəmlə işləyəcəm. Cəmi burada mən görürəm ki, 3 vurulsun, 6,2 vurulsun, 13,23 sayda iyon var. Nə qədərindən molyar qatırını istəyir? 1 moldan bu qədər əmələ gəlir. Bizdə nə qədərdir? 9,3 vurulsun, 10^23. Buradan ixtisar eləyirəm. Bunlar ixtisar gedir. 1,5 burada gəlir. Neçə mol? Gəlin buradan molumuzu tapaq. Deməli, 1,5-i mü bərabərdir tənasüblə. Burada 1,5 qalıb, burada 3. Mü bərabərdir 1,5-i 3-ə böləndə bu da eləyir 0,5 mol. Deməli, kalium sulfatın molu 0,5 moldur. Mü bərabərdir, molumuzu tapdıq ki, mü bərabərdir 0,5 mol. İndi bizdən nə istəyirdi? Molyar qatılığı. Buradan rho bərabərdir, sıxlıq düsturumuzdan rho bərabərdir, rho məhlul. M məhlul bölünsün V məhlula, düzdürmü? Bu hissədən biz V məhlulu rahat tapa bilərəm. V məhlul bərabərdir
deməli, M məhlulu böləcəm rho məhlula. M məhlulumuz nə qədərdir? M məhlulu burada 700-dür. Rho da ki 1400-dür. İxtisar 2-də 1, yəni 0,5 V məhlulumuzun litri 0,5-dir. Tapdıq ki, və mü də 0,5 tapmışıq. C bərabərdir, düsturumuz var, mü böl V-dən bərabərdir. Bizdən molyar qatılığı istədiyinə görə müyümüz 0,5-dir. V-ni də tapmışıq 0,5. Bu da bərabərdir. 1 cavab eləyəcək 53-cü sualda 1.